Güneş paneli ilə çalışan bir dənə ventilator təqdim edirəm sizlərə. Hündürlüyü 1,35 m-dır. Bu ventilatorumuzun özəlliyi nədir? Həm məsəl üçün özünüzdən gedin səyahətə, dağa, meşə, bulağa, qabaqdan da yay gəlir. Bax buradan güneş panelini taxdınız, okey. Zaryadka qoymaq üçün USB şnurunun yeri də var burada. Baxa. Zaryadka yığmaq üçün USB şnuru taxdınız. Buradan işıqları var. Lampiçkaları özünüzdə məsəl üçün bağ evində filan rahat şəkildə lampiçkaları astınız, həyətdə oturdunuz, qəşəng, sərin. Pultdan idarə eləməsi var. Buradan işıq funksiyasını yandırıb söndürə bilirsiniz. Turn rejimi var. Yəni həm bu şəkildə dik şəkildə qalır, həm də ki sağa sola gedir. Bu zaryadka yığmaq üçündür. Deməli, zaryadka yığma müddəti 15 saatdır. Dayanmadan 8 saata qədər istifadə eləyə bilərsiniz. Qoydunuz bunu günəşin qabağına, panel zaryadka yığandan sonra da rahat şəkildə istifadə eləyə bilərsiniz. Həm tokda zaryadka yığır, həm də güneş panelindən zaryadka yığır. İdeal bir məhsuldur. Zənnimcə hal-hazırda heç bir yerə taxılı deyil. Zaryadka yığılmış vəziyyətdədir və burada da pultdan idarə olunması var. Qeyd elədiyim kimi LED işığı, gözəl, lampiçkaları var. Hər hansı asa bilərsiniz. USB şnuru telefonu zaryadkaya qoya bilərsiniz. Yəni ideal bir məhsuldur. Hal-hazırda endirimdədir. Çatdırma xidmətimiz mövcuddur.